Biz reallıqdan daha çox xəyalımızda əziyyət çəkirik. Eramızdan əvvəl 300-cü ildə Kipr şəhərində Zenon adlı çox varlı tacir yaşayırdı. Finikiyadan Pireyə səfər edərkən qayığı bütün yükü ilə birlikdə batdı. Məhz həmin tək bir hadisəyə görə bu çox zəngin adam bir göz qırpımında hər şeyini itirdi və kasıblaşdı. İndi bir anlıq təsəvvür edin ki, siz Zenonsunuz. Bütün həyatınız boyu çəkdiyiniz zəhmətin, qurduğunuz hər şeyin təbiətin amansız gücü qarşısında bir anda məhv olmasına, sanki suya atılıb yox olmasına necə reaksiya verərdiniz? Belə bir vəziyyətdə doğru reaksiya hansıdır? Qəzəbli olardınız, yoxsa kədərli? Həyatın sizi aldatdığını, sizə haqsızlıq etdiyini düşünərdinizmi? Çoxumuz üçün bunlar hamısı tamamilə normal reaksiyalar olardı. Amma stoizmin atası olan Zenon üçün yox. Bir kiçik dəyişiklik bir əbədiyyət qədər davam edir və düşüncə tərzindəki bir kiçik dəyişiklik sonradan daha böyük və daha təsirli dəyişikliklərə yol aça bilər. Stoizmin nüvəsi qəbul etmək və biganəliyin tam tərifidir. Sokratın və digər böyük filosofların əsərlərini oxuduqdan sonra Zenon stoizmi yaratdı və tədris etdi. Zenona görə başımıza gələnlər üzərində çox nəzarətimiz olmasa da, bunun bizə necə təsir edəcəyi üzərində nəzarətimiz var və biz bu nəzarətdən böyük səmərə ilə istifadə etməliyik. Dökülmüş südün və ya bu vəziyyətdə batmış malların ardınca ağlamaqdansa, Zenon düşdüyü çətin vəziyyətə baxmayaraq təmkinini qorumağa, sakit və neytral qalmağa fokuslandı. Bugün insanlar bilmədən stoikləri sarsılmaz, emosional hədlərdə, məsələn qəzəb krizləri və ya təşviş anlarında çox qalmayan insanlar kimi görürlər. Lakin stoizmin arxasındakı ilkin ideya bundan qat-qat artıq idi. Stoizm sadəcə hissiz insanları təsvir etmək üçün deyil, dünyanı görmək, təsvir etmək və anlamaq üçün bir yol idi. Bu bir həyat tərzi idi və həmin həyat tərzi əsrlər boyu davam etdi. Perspektiv hər şeydir və dünyadakı hər kəsin fərqli təcrübələri, dolayısıyla hər şeyə fərqli baxış bucaqları var. Stoiklər kim idi? Stoiklər ictimai yerlərdə toplaşdıqları, müzakirə etdikləri və fəlsəfə öyrətdikləri üçün onların ümumi fəlsəfəsi geniş şəkildə tanınırdı. Onlar inanırdılar ki, stoik prinsipləri hər kəsə böyük fayda verə bilər. Ona görə də bu biliyi bir məktəbin dörd divarı və ya saray həyətləri arasında gizlətməyin heç bir mənası yox idi. Nəticədə quldan tutmuş imperatora qədər hər kəs öyrənə və stoik ola bilərdi və oldular da. Dünyanın ən görkəmli stoiklər arasında bir vaxtlar qul olduğu üçün adı əldə edilmiş mənasını verən Epiktet, tanınmış dövlət xadimi olan Seneca və Roma imperatoru, yaşamış ən güclü insanlardan biri olan Mark Aurel də var. İlk stoiklər təbliğ etdiklərini əməl edir, hər cürə ayrı seçkilikdən qaçır və bərabərsizliyə qarşı mübarizəyə rəhbərlik edirlər. Onlar hətta hərfi mənası dünya vətəndaşı olan kosmopolit sözünü də icad edirlər. İndi insanlar bu sözü eşidəndə müxtəlifliklərinə görə New York, Toronto, Dubay və London kimi şəhərləri düşünürlər. Stoiklərin təbliğ etdikləri birlik və bərabərlik məhz bu cür idi. Bəs niyə bu qədər çox insan stoizmi bir həyat tərzi kimi qəbul etdi? Əslində biz başımıza pis işlər gəldiyi üçün kədərlənmirik. Biz gözlənilməz pis işlər gəldiyi üçün kədərlənirik. Yağış yaxşı bir şeydir. Bitkilərimizi sulamağa kömək edir. Heyvandarlıq üçün su təmin edir. Temperaturu sərin və rütubətli saxlayır. Lakin həqiqət budur ki, o tünd bulud sizi çöldə çətirsiz yaxalayanda, bu heç də xoş bir təcrübə olmur. Bəs niyə yağış yağmağa başlayanda ağlamırıq? Çünki vəziyyət pis olsa da biz yağışı gözləməyə öyrənmişik. Bu qaçınılmaz bir şeydir. Hava durumuna nəzarət edə bilmərik. Çətin olsa da yağış keçir və işıq geri qayıdır. Stoizm bizə öyrədir ki, eyni şəkildə baş verə biləcəyi hər bir pis şeyin baş verəcəyini gözləməliyik. Ən pis nəticəni təsəvvür edin və bunun baş verə biləcəyini bildiyiniz üçün razı qalın. Stoik məşqlərindən biri könüllü narahatlıq kimi tanınır. Mətbəxinizin döşəməsinə yatın. Adətən isti duş aldığınız halda soyuq duş alın. Bir neçə gün yalnız kartof yeyin. Bu məşq sizə kömək edir ki, vəziyyət nə qədər çətin olsa da yenə də sağ qalacağınızı və zehniyyətiniz düzgündürsə, hətta inkişaf edəcəyinizi anlayacaqsınız. Reklamların daim boğazımıza soxulduğu dünyanın hazırki vəziyyətində biz inandırılmışıq ki, əgər ən son model əşyaya sahib deyiliksə, heç vaxt xoşbəxt olmayacağıq. Biz dünyaya gələndə çox şey bilmirik, böyüdükcə öyrənirik. Sual budur, biz bütün bu biliklərə mənimsəməliyikmi? Biz hər şeyi özümüz üçün etməliyik. Çox vaxt biz daxili boşluğu xarici şeylərlə doldurmağa çalışırıq. Bütün pulunuzu dəbdəbəli bir avtomobilə, evə xərcləmək. Lakin stoizm öyrədir ki, əgər həyata bu cür yanaşsanız, xoşbəxtliyinizi xarici qüvvələrin əlinə vermiş olursunuz. Maşınlar xarab olur, fəlakətlər şəhərləri silir. Hətta pulsuz şeylərin belə bir qiyməti var.
Senekanın yazdığı kimi azla yaşamağı öyrənmək həyatınızda sizin üçün həqiqətən vacib olan şeylərə yaracaq. Bunun əvəzinə biz xoşbəxtliyi insan kimi daxili dəyərimizə bağlamalıyıq. Sahib olduğumuz heç nəyə yox, günün sonunda başımıza gələnlərin böyük hissəsi üzərində heç bir nəzarətimiz yoxdur. Amma bu hadisələrə necə reaksiya verəcəyimiz üzərində tam nəzarətimiz var. Bu nəzarət ikiliyidir. Stoik fəlsəfəsinin ən vacib prinsipi. Məsələn, YouTube videoları hazırlamaq, yüklə düyməsində kliklədiyinizə ana qədər hər şey sizin əlinizdədir. Ancaq o düyməyə bastığınız andan etibarən güc alqoritmə keçir. Stoiklər öyrədir ki, işinizin uğurunu qoyduğunuz səyin miqdarı ilə mühakimə etməlisiniz, xarici nəticə ilə yox. Və ya işdə yüksəliş gözləyən birini düşünün. Müdür ona yüksəliş vermir. O isə səbəbini anlamır. Bəlkə müdürünün sadəcə günü pis keçib, bəlkə şirkətin pulu yoxdur. Əgər o öz dəyərini sadəcə təqdim etdiyi işin keyfiyyətinə bağlasaydı, daha xoşbəxt olardı. Doğru perspektivlə onun məqsədi kiçilməzdi. Bunlar stoizmin 4 əsas fəzilətidir. Müdriklik, daxili olanla xarici olanı ayırmaq. Cəsarət, dözümlü olmaq və müqavimət göstərmək. Təmkin, az ilə çox etmək. Stoiklər inanırlar ki, sərvətin həddi sadəcə zəruri olana sahib olmaqdır. Ədalət, heç kim başqasına zərər verməməlidir. Çünki biz hamımız bir-birimiz üçün doğulmuşuq. Nelson Mandela nümunəsinə baxın. 27 il həbsdə qaldıqdan sonra prezident seçildi. Hamı onu intiqam alacağını düşünürdü. Amma o həbsdə Mark Avrelini oxumuşdu. Günahkarların başını istəmək əvəzinə o xalqın sakitləşməyinə və ölkəni yenidən qurmağa çağırdı. O bildi ki, keçmiş artıq nəzarətdən kənardır. Müasir psixologiyada stoizm hələ də yaşayır. Ən qaranlıq vəziyyətlərdə belə sadəcə məqsədimizin nə olduğunu tapmaqla həyatımızı məna ilə doldura bilərik. Çoxumuzun bildiyi kimi, bunu demək etməkdən asandır. Bu bir prosesdir. Biz düşüncə tərzimizi yenidən proqramlaşdırmalıyıq. Dəyər tərifimizi nəzarət edə bildiyimiz şeylərə yönəltməklə nəzarət edə bilmədiyimiz şeylərə fokuslanmağı dayandıra bilərik. Stoizm keçmiş və indiki fırtınalardan keçərək daha sakit sulara üzməyimizə kömək edir. Və əgər gəmimiz batsa belə, yaxşı bir həyat yaşadığımız faktı ilə sülh içində ola bilərik. Çünki unutmayın, hər şeyin bir sonu var. Bütünü göz yaşı tələb edərkən, həyatın hissələri üçün ağlamağa nə ehtiyacı var?